maşını, hadisə necə baş verir? Nələr olur? 2010-cu ilin dekabr ayının 28-də Zamin Bankda bank kartoçkası açdırmışam. 100 manat pul qoymuşam. Və 266 saylı depozit müqaviləsi bağlamışam. 2011-ci ilin yanvar ayının 18-də də həmin o depozit hesaba 99.900 manat pul qoymuşam. Cəmsə edib 100 min. Deməli, depozit müqaviləsinə görə bu pul qoyulmuşdur. Bir il müddətində 4% gəlir əldə etməliydi. Bu il təxminən yanvarın 14-15 idi. Banka müraciət etdim və mənə bildirdilər ki, həmin pul çıxarılıb bankdan. Martın 3-ündə. Kim çıxardıb, necə çıxardıb? Mən də rəhbərliyə özlərim müraciət edim, rəhbərliyin qəbullarına düşə bilmədim. İkinci gəlişimdə telefonumu qoydum ki, bəs gələndə mənə zəng vursunlar. Məsələni araşdıraq. Mənə heç kim zəng vurmadı. O vaxta qədər hesabınızdan pul çıxartmışdınız? Çıxartmamışım. Çıxartmamışdınız. O müddət ərzində bir il müddət keçib. O müddət ərzində niyə maraqlanmadınız? Mən niyə maraqlanmadım? Mən faiz gəlir falan. Bir ildən sonra 4000 gələcəkdir. Bir il müddətində heç maraqlanmadınız? Yox. Bəs bundan bağlı şikayətinizə baxmasalar, bank desək ki, həqiqətən də pulu özünüz çıxartsınız. Bunu verərəm məhkəməyə, verərəm ekspertizə, görüm kim qol çəkibdir. Mən qol çəkməmişim. Bəs sizə bir sənət göstərmədilər. Məsələn, pul çıxardanda kimsə oranı imzalayır, eləyir. Yox, kompüterdə dedi ki, kompüterdə baxdı, dedi ki, mağazın üçündə pul çıxarılıb. Mən də onunla əlaqədar olaraq istəyirdim ki, rəislərlə, rəhbərliklə görüşüm. O da ki, imkan olmadı. Qəbul eləmədilər. Dedilər, yoxdular. Yoxdular. Xaricdədirlər. Mən dedim, gələndə deyərsin, mənim bu məmrəmə zəng vursunlar.